Salam, hər vaxtınız xeyir olsun. Deməli, biz bu günləri 1 mart 2026-cı il tarixində keçirilmiş 7-ci siniflər üçün RFM sınaq 3-ün izahına baxırıq. Deməli, bizim birinci sualda fraksiyalı distilli aparatı göstərilmişdir. Deməli, 4 nömrəli hissələrimiz var. Birinci rəqəm ilə göstərilmiş hissə bizim fraksiya kolonunu ifadə eləyər. 2 nömrə ilə göstərilmiş hissə fraksiya kolonunun içərisində yerləşən şüşə kürələr, şüşə parçalar və ya da şüşə qırıntıları ifadə eləyir. Ona görə 2 şüşə parçalar olar. 3 bizim sınaq şüşəsidir. Sınaq şüşəsində yerləşən deməli homogen qarışığımızı ifadə eləyir. Ona görə 3 nömrə homogen qarışıq olar. 4 nömrə ilə göstərilmiş hissə isə bizim soyuducunu ifadə edər. Deməli doğru cavabımız olar burada C bəndi. İkinci sualda bizə atom modeli verilmişdir. Deməli, atom modelində baxırıq ki, mərkəzdə bizim 14 neytron qeyd ediblər. Yəni, neytronun sayı 14-ə bərabərdir. Bilirik ki, nüvədə neytrondan əlavə proton da var. Bizə protonun sayını verməyiblər. Gəlin, biz birincisi ətrafında yerləşən, energetik təbəqələrdə yerləşən elektronların sayını müəyyən edək. Baxırıq ki, bizim birinci təbəqədə 2 elektron var. İkinci təbəqədə elektronların sayı 8 ədəddir. 8 dənədir. Üçüncü təbəqədə isə bizim 3 elektronumuz var. Deməli, elektronların cəmi onlar bizə burada neçə verər? 13 elektron olar. Deməli, elektronlarımızın sayı 13'dür. Əgər düşünsək ki, bu bizim neytral atomdur, neytral atomun modelidir, o zaman elektronların sayı protonların sayına bərabər olar. Yəni, protonların sayı da burada 13 olar. Gəlin, baxaq görək, indi bizdən nə istəyir? Deyir ki, atom modeli üçün hansı ifadələr yanlışdır? Hər zaman test işləyərkən mütləq yəni testdə verilən yanlışdır, doğrudur, aiddir, aid deyil, uyğundur, uyğun deyil. Bu tipli ifadələrə mütləq diqqət etmək lazımdır ki, testin cavabında yanlışlıq olmasın. Gəlin baxaq. Birinci deyək ki, bizə zərərçilərin ümumi sayı 40-a bərabərdir. Baxırıq ki, neytron, elektron plus protonun cəmi həqiqətən də 40 edər. Deməli, bizim birinci ifadəmiz doğrudur. 14 protonu var. Baxırıq ki, bizim proton sayı 13'dür. Ona görə 2 yanlışdır. İkinci energetik təbəqəsində 8 elektron var. Həqiqətən də bizim ikinci energetik təbəqədə elektronların sayı 8-ə bərabərdir. Deməli, biri buradadır, biri buradadır. 2, 3, 4, 5, 6, 7, 8. Həqiqətən də ikinci energetik təbəqədə bizim 8 elektronumuz var. Proton və elektronların ümumi sayı 27'ye bərabərdir. Bu yanlış ifadədir. Proton və elektronların cəmi gördüyümüz kimi 26 edər. Deməli, bizə burada yanlışı istəyir. Doğru cavab olar 2, 4, B bəndi. Deməli, doğru cavab olar B bəndi 2-də. Üçüncü suala baxırıq. Deyir ki, X müsbət 5 və Y müsbət N deməli, iyonları veriblər. Qəbul etdiyi elektronların sayı və çevrildiyi hissəcik. Deməli, bu tipli sualları işləyərkən necə işləmək olar? Əvvəlcə biz hissəciyi qeyd edirik, müsbət 5. Qəbul etdiyi elektronların sayı. Təbii ki, qəbul edirsə biz müsbət yazmalıyıq. A elektron qəbul edir və çevrilir nəyə? X mənfi 3 iyonuna. Deməli, X mənfi 3 iyonuna çevrilir. Yadımızda saxlayırıq ki, aldığımız elektronlar, yəni təbii ki, elektron qəbul edirsə, elektron alırsa müsbətdir, yəni birləşdiririk, belə deyək. Bura müsbətdirsə, bu 5'in qarşısına minus gəlir. Yəni 5 çıxaq A bərabərdir mənfi 3. Buradan da baxırıq ki, A bərabərdir 8 edər. Deməli, A-nın qiymətini tapdıq biz burada 8. Gətirib aşağıda A-nın yerinə 8 qoysaq, elektronların sayı neçə eləyər? 6 eləyər. İndi bizim Y müsbət N-dən gəlib neçəyə? Y mənfi 2 iyonuna. Baxırıq ki, deməli, qəbul etdiyi elektronların sayı burada neçə olacaqdır? 6 elektron olacaq. Yenə qeyd edirəm. Bura müsbətdirsə, bu N-in qarşısına minus gələr. O zaman belə yazarıq.
n minus 6 bərabərdir mənfi 2 qiymətini verməlidir. Buradan da baxıram ki, n bərabərdir. Deməli, neçə eləyər? Müsbət 4 eləyər, yəni 4 edər. Ona görə doğru cavabımız burada A bəndi olar. 3də doğru cavab A bəndidir. Keçirik 4-cü sualımıza. 4-cü sualda deməli bizə 2 maddə verib. A maddəsi və B maddəsi və müxtəlif temperaturlar verib. Bizə burada diqqət edəcəyimiz əsas hissə Z böyükdür Y, böyükdür X. Digər hissə isə bizim burada A böyükdür B, o da böyükdür C-dən olan hissədir. İndi burada biz nə başa düşməliyik? Görürük ki, A maddəsi temperatur artdıqca, yuxarıdan aşağı doğru gəldikcə qiyməti nə edir? Deməli, artmağa başlayır. Yəni, X Y-dən kiçikdir, Y də Z-dən kiçikdir. Deməli, bizim A maddəsi temperatur artdıqca həll olması artırsa, deməli, bu maddə bərk aqreqat halındadır. O zaman A maddəmiz bizim olar bərk halda. B maddəsi baxırıq ki, deməli, A-nın qiyməti B-dən böyükdür, B-nin qiyməti C-dən böyükdür. Yəni, burada da yuxarıdan aşağı doğru gəldikcə qiymət nə edir? Deməli, yəni temperatur artdıqca suda həll olması getdikcə azalır. Azalırsa, B maddəsini biz burada deyə bilərik ki, qaz halındadır. A və B maddələrin aqreqat halını müəyyən etdik. Birincidə deyir ki, A-nın suda həll olması temperatur artdıqca artır. Bəli, A maddəsi bərkdir. Deməli, bərk maddələrin suda həll olması ümumən artdıqca artır. Yəni, bu qrafikdə də görürük ki, artdıqca artır. 1 doğrudur. 2. B maddəsinin həll olması təzyiq artdıqca azalır. Bu yanlışdır. B maddəsi qazdır. Qazların suda həll olması təzyiq artdıqca artar, azalmaz. Ona görə 2 yanlışdır. 3. A qaz halında maddədir. Xeyr, A bərk haldadır. 4. B-nin suda həll olması temperatur artdıqca azalır. Bəli, B maddəsi qaz halındadır. Qaz halında olduğu üçün, deməli, qaz halında olduğu üçün temperatur artdıqca həll olması azalar. Deməli, doğru ifadədir. 5. A maddəsinin həll olmasına təzyiq təsir etmir. A maddəsinin həll olmasına təzyiq təsir etmir. Bəli, A maddəsi deməli bərk haldadır. Bərk maddələrin həll olmasına təzyiq təsir etmir. Deməli, 5 də doğru olar. Bərk halda olan, B bərk halda olan maddədir. Xeyr, B qaz halındadır. 7. 20 dərəcə Selsidə 200 qram suda ən çoxu 2x qram A maddəsi həll olar. Biz burada görürük ki, 20 dərəcə Selsidə 100 ml suda x qram A maddəsi həll olur. Yəni, 100 qram suda x qram A maddəsi həll olursa, 200 qram suda nə qədər həll olmalıdır? Təbii ki, 2x qədər. Deməli, 7-ci doğru variantdır. 8. 60 dərəcə Selsidə 50 qram suda ən çoxu C qram B maddəsi həll olar. Biz yenə burada baxırıq ki, bizim 60 dərəcə Selsidə 100 qram suda C qram A maddəsi həll olur. Yəni, 100 qram suda 60 dərəcə Selsidə C qram B maddəsi həll olursa, bəs 50 qram suda nə qədər həll olar? 0,5 C həll olar. Burada isə yazıb ki, C qram B maddəsi həll olar. Deməli, yanlışdır. 8-ə baxdıq. 9. 40 dərəcə Selsidə A və B maddəsinin suda həll olma miqdarı eyni olarsa, yəni bizim burada 40 dərəcədə deməli A və B-nin, Y və B-nin deməli, A və B-nin suda həll olma miqdarı eyni olarsa, yəni 40 dərəcə Selsidə Y bərabərdir B olarsa şərtində, yəni 60 dərəcə Selsidə bu maddələrin suda həll olma miqdarı C böyükdür Z kimi olar. İndi baxırıq ki, 40 dərəcə Selsidə əgər həll olmaları eynidirsə, gəlin biz bunlara qiymət verək. Tutaq ki, Y-in qiyməti də 3-dür, B-nin qiyməti də 3-dür. Biz baxırıq ki, A, B, C istiqamətində nə edirdi? Qiymət azalırdı. Yəni, C-nin qiyməti tutaq ki, 2 olar, amma X, Y, Z istiqamətində qiymət nə edirdi? Artırdı. Tutaq ki, Z-in də qiyməti 4
4 olar. Və buradan da görürük ki, Z böyükdür C olar. C böyükdür Z olmaz. Ona görə yanlışdır. Bizdə də soruşur ki, 4-də neçəsi doğrudur? Doğrudur soruşur bizdən. Deməli 1, 2, 3 bizim 4 ifadəmiz doğru olar. Doğru cavab C bəndi olar 4-də. 5-ci. Hansı qarışıqların ayrılma üsulları eynidir? Biz bilirik ki, şəkər su qarışığı kristallaşdırma ilə ayrılır. Etil spirtli su qarışığı fraksiyalı distillə ilə ayrılar. Burada neft su qarışığı deməli durultma üsulu ilə ayrılar. Həmçinin yağ su qarışığı da durultma üsulu ilə ayrılar. Doğru cavab 3-4 olar. D bəndi. 5-də olacaqdır cavab D bəndi. 6-cı suala baxırıq. Deməli 6-cı sualda bir dənə lövhəmizi açaq burada. 6-cı sualı deməli bu cür həll etmək olar. Deməli bu lövhəmizi biraz yığaq. Deməli burada bizim 6-cı sualda lövhəmiz burada görsənsin. 6-cı sualda bizə deyir ki, XA ionu 8 elektron aldıqda. Gəlin birincisi yazın. Bunu bu şəkildə qeyd edək. XA ionu plus 8 elektron aldıqda çevrilir nəyə? XB ionuna. XB ionuna. Və burada biz görürük ki, X-in və Y-in proton sayıları verilib. Neçədir? 7-dir. Onları da qeyd edək. Y-N ionu isə eyni sayda elektron verdikdə, yəni Y-N ionu isə eyni sayda elektron verdikdə, yəni minus 8 elektron verdikdə çevrilir nəyə? Y müsbət 6-ya. Buradan da baxırıq ki, protonun sayı Y-də 16-dır. Bunları da qeyd edirik. Təbii ki, bunları da qeyd edirik. Lövhəmizi böyüdək. Deməli, bizim burada tapırıq ki, deməli, rəngimizi dəyişək. Tapırıq ki, bizim Y-in elektron sayı neçəyə bərabərdir? 10-a bərabərdir. Verdikdə deyir, Y müsbət 6 ionuna çevrilir. XB ilə Y müsbət 6 ionların elektronların sayı bərabərləşir. İndi birincidə biz bu hissədə deməli, bu hissədən biz yazaq nəyi? Deməli, bura dedik ki, əgər mənfidirsə, bura müsbət düşəcək. O zaman n üstə gələk 8 bərabərdir müsbət 6, n bərabərdir mənfi 2 edər. Deməli, n-in qiyməti burada neçə olar? Mənfi 2 olar. N-in qiymətini tapdıq. Növbətdə bizə deyir ki, burada elektronların sayı bərabərləşər. Yəni, X, B, 7 bərabərdir. Elektronların sayı bir-birinə bərabər olar. Y müsbət 6 ilə. Baxırıq ki, 16-dır. O zaman deməli, Y müsbət 6-da 10 elektron var. 10 elektron varsa, o zaman X, B ionunda da 10 elektron var. O zaman burada B-nin qiyməti neçə olar? Mənfi 3 olar. Deməli, biz burada müəyyənləşdirdik ki, bizim deməli, B-nin qiyməti bərabərdir. Mənfi 3-dür. N-in qiyməti neçədir? Mənfi 2-dir. Tamam. Bu şəkildə bunları tapdıq. Növbətdə bizə deyir ki, X, A və Y, N ionlarında olan elektronların ümumi sayını müəyyən edin. Deməli, X, A ionunda. Növbətdə uşaqlar, biz B-nin qiymətini tapdıq neçə? Mənfi 3. Düzdürmü? B-nin qiymətini mənfi 3 tapdıq. Yəni, burada B-nin qiymətini mənfi 3 yazsaq, o zaman nə edərik? A minus 8 bərabərdir mənfi 3 eləyər. A da bərabər neçə eləyər? Müsbət 5. A-nın qiymətini də buradan tapdıq ki, A-nın da qiyməti deməli müsbət 5-ə bərabərdir. Deməli, o zaman X müsbət 5 7 protonu var idi. Həmçinin də Y, N-in qiymətini mənfi 2 tapdıq. Y-in də proton sayı 16-dır. O zaman burada bizim Y-in elektron sayı 18, X-in elektron sayı isə 2 olar.
O zaman 2 üstəgələk 18 bərabərdir 20 edər. Deməli, bizim 6-cı sualda doğru cavab olar D bəndi. Bu şəkildə. Bu belə. Gəlir indi 7-ci suala. Aşağıdakı ifadələrdən neçəsi doğru deyil yazıbdır. Qum su ilə homogen qarışıq əmələ gətirir. Yanlışdır. Heterogen qarışıq əmələ gətirir. Xörək duzu su ilə homogen qarışıq əmələ gətirir. Doğrudur. Maye yağ su ilə heterogen qarışıq əmələ gətirir. Bəli, doğrudur. Neftin su ilə qarışığı suspenziyadır. Xeyr, emulsiyadır. Neft su qarışığı bir-birində həll olmayan mayedir. Emulsiyadır. Gilin su ilə qarışığı emulsiyadır. Xeyr, gilin su ilə qarışığı bir-birində həll olmayan bərk maye qarışığıdır. Yəni suspenziyadır. Yanlışdır. 6. Təbaşir tozunun su ilə qarışığı suspenziyadır. Bəli, bu doğrudur. Bizə isə deyir ki, neçəsi doğru deyil. Doğru deyil soruşur. Doğru deyil. Deməli, 1-ci, 4-cü və 5-ci olar. Doğru cavab olar burada A bəndi. 6-cı sualda, 7-ci sualda doğru cavab olar A bəndi. Gəlirik 8-ci suala. 8-ci sualda bizə deyir ki, 50 dərəcə Selsidə 400 ml suda 20 qram X maddəsi həll edilmişdir. İndi gəlin biz kəsişmə nöqtələrinə baxaq. Görək ki, baxıram ki, mənim 50 dərəcə Selsidə kəsişməm gəlir 300 qramın üzərinə. Və burada da biz mütləq diqqət eləməliyik ki, qrafikimiz 1000 ml su üzərindəndir. Tənasibi qururam ki, 1000 ml, yəni 1000 qram suda 300 qram həll olursa, bəs bizim burada verilən 400 ml suda nə qədər maddə həll olar? 400 qramda nə qədər həll olar? X qram həll olar. Və burada biz bu 2 sıfırları atırıq. Deməli, 10-la da bu 0 gedir. O zaman 120 qramı eləyər. Yəni, bizim 400 ml suda 120 qram maddə həll etsəm, doymuş olar. Amma 400 qram suda biz neçə qram X maddəsi həll etmişik? 20 qram X maddəsi həll etmişik. Nə qədər çatışmır? 100 qram. Yəni, 120 qramın 20 qramını çıxarıq. Qalar 100 qram. Yəni 100 qram maddə əlavə etsəm, məhbulum burada da qeyd etdiyi kimi doymuş hala gələr. Doğru cavab olar burada. Deməli, B bəndi. 8-də doğru cavab B bəndi olar. Belə. Növbəti 9-cu suala baxırıq. 9-cu sualda deməli deyir ki, karbon 2H5 üçün yanlış olan ifadələri müəyyən edin. Bizə burada yanlış lazımdır, diqqətli olmaq lazımdır. Bilirik ki, karbon 2H5OH etil spirtidir. Etil spirtidir. Və yaxud da biz buna etanolda deyirik. Yəni, saf maddədir. Saf maddə olduğu üçün sabit fizik xassələrə malikdir. Doğrudur. Karbon 2H5OH-ı əmələ gətirən ilkin elementlər öz xassələrini yazır burada, saxlayır. Xeyr, biz bilirik ki, saf maddələri əmələ gətirən kimyəvi elementlər öz xassələrini saxlamır, itirir. Ona görə deməli 2 yanlış olar. 3. Etil spirti əmələ gələrkən elementlər sabit kütlə nisbətində birləşir. Bəli, biz bilirik ki, deməli, saf maddələri əmələ gətirən elementlər müəyyən kütlə nisbətində, sabit kütlə nisbətində birləşir. Ona görə 3 doğrudur. 4. Fiziki üsullarla tərkib hissələrinə ayrılır. Bu yanlışdır. Kimyəvi üsulla tərkib hissələrinə ayrılar. Fiziki üsullarla tərkib hissələrinə ayrılmaq bizim qarışıqlar üçündür. Bizə yanlışı istəyir. Ona görə 2, 4 olar cavab. A bəndi. 9-da olar A bəndi. 10-cu sual. Sirkə turşusu və saxaroza üçün ümumi olan nədir? Deməli, sirkə turşusunun kimyəvi formulu karbon H3, karbon OOH-dır. Saxarozanın formulu isə karbon 12, H22, O11 şəklində qeyd edərik.
Deməli, məişətdə qida maddəsi kimi istifadə olunur. Doğrudur. Adi şəraitdə maye haldadır. Xeyr. Sirkə turşusu mayedir. Şəkər bərkdir. Tərkibində 3 müxtəlif element atomu var. Bəli, bizim burada deməli karbondur, hidrogendir, oksigendir. Həmçinin şəkərdə də karbondur, hidrogendir, oksigendir. 3 müxtəlif kimyəvi element var. Ona görə 3 doğrudur. Ağ rəngli şirin dadlı maddədir. Bu şəkərə aiddir. Sirkə turşusu belə deyil. Ona görə yanlışdır. 5. Su ilə qarışığı homogendir. Deməli, su ilə qarışığı homogendir. Bəli, hər ikisinin su ilə qarışığı homogendir. Sirkə turşusu suda həll olan mayedir. Şəkər isə suda həll olan bərk maddədir. Qarışıqları homogendir. Bizə soruşur ki, deməli, ümumi olan nələrdir? Ümumi olanlar bizim 1, 3, 5. Doğru cavab olar burada D bəndi. Onda doğru cavab D bəndi. 11-ci suala baxaq. Deməli, 11-ci sualda bizə hər hansı bir molekulun modeli verilmişdir. Burada deməli kürəciklərdən təşkil olunmuş bir molekul verilmişdir. Deyir ki, qırmızılar A ilə A olarsa, yəni qırmızılar bizim A'dır. Qırmızılar deməli A'dır. Baxırıq ki, neçə dənədir? 5 dənə A var. Düz deyil. 5 dənə burada bizim A'mız var. Sonra boz rəngdə olanları isə B ilə qeyd edilib. Bunlar da bizim B'lərdir. Bunlar da bizim B atomlarıdır. B atomlarıdır. Və baxırıq ki, B'lərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada da deməli 10 dənə də bizim B atomumuz var deyirik. Bunu bir dənə buradan yazaq. Yazmadı. Deməli, gəlin indi şərtimizə baxaq. Bizə deyir ki, molekul 10 atomdan ibarətdir. Baxırıq ki, molekulu 5 üstəgələk 10 bərabərdir 15 atomdan ibarətdir. Ona görə 1 yanlışdır. 2, 3 müxtəlif element atomundan təşkil olunub. Xeyr, burada yalnız A və B atomları var. Yəni 2 yanlışdır. 3. Tərkibində element atomlarının say nisbəti 1-in 2-yədir. Bəli, burada 5-in 10-a nisbətidir. O da 1-in 2-yə nisbətində kimi ifadə oluna bilər. Ona görə 3 doğrudur. Doğru cavab olar yalnız 3 C bəndi. Baxırıq 12-yə. Deməli, 12-yə baxırıq. 12-də deyir ki, doğru ifadələri müəyyən edin. Deməli, A mayedə suda həll olmur. Suda həll olmursa, deməli, emulsiya əmələ gətirər. Emulsiya əmələ gətirər. B mayedə suda həll olursa, deməli, bu homogen qarışıqdır. Bu homogen qarışıqdır. Bu homogen qarışıqdır. C bərkdə suda həll olmursa, deməli, bu suspenziya olar. Suspenziya olar. A su qarışığı ayrıcı qıfla ayrılır. Bəli, doğrudur. A deməli emulsiya olduğu üçün ayrıcı qıfla ayrılır. Yəni durultma üsulu ilə ayrılır. 2. B su qarışığı süzmə üsulu ilə ayrılır. Xeyr, süzmə üsulu heterogen qarışıqlar üçündür. B isə homogendir. 3. C su qarışığının ayrılması əsasən maddələrin qaynama temperaturunun fərqli olmasına əsaslanır. Xeyr, burada suspenziyadır. Suda həll olmayan bərk maddədir. Yəni qaynama temperaturunun fərqli olmasına əsaslanır. Bu bizim buxarlandırma və belə deyək, distillə üsulumuz üçündür. Amma burada bizim C bəndi C su qarışığı suspenz olduğu üçün bu ifadə deməli yanlış olar. 4-ə baxırıq. B su qarışığı homogen qarışıqdır. Bəli, B su qarışığı homogen qarışıqdır. Onun üçün doğru cavab olar A bəndi. Baxırıq 13-cü suala. Deyir uyğunluğu müəyyən edin. Deməli, qrafit karbonun allotropik şəkil dəyişməsidir. Ozon oksigenin allotropik şəkil dəyişməsidir.
almaz yenə karbonun allotropik şəkil dəyişməsidir. Baxırıq ki, 13-cü sualda doğru cavab olar. Deməli, B bəndi. 14. 14-cü sualda bizə mayelər veribdir. A və B mayeləri. Deməli, A suda həll olması həll olmur. B isə suda həll olur. Deməli, burada baxırıq ki, B suda həll olursa, B su ilə bir yerdə olar. Yəni, ən azı burada A bəndi olmaz. Çünki A bəndində sunun A ilə qarışığı verilibdir. Bu yanlışdır. Növbətidə burada B su ilə C bəndində B su ilə homogen qarışıq əmələ gətirirsə, yəni həll olursa, bunlar bir yerdə olar, təbəqələşmə əmələ gətirməz. Ona görə C bəndi də yanlışdır. Burada B və D bəndi ola bilər. Baxırıq ki, həqiqətən də bizim burada deməli B su ilə qarışığı var, həmçinin B-nin burada su ilə qarışığı var. İndi biz burada verilən şərtə diqqət etməliyik. Deyir ki, bizə sıxlıq olaraq A-nın sıxlığı B-dən, B-nin sıxlığı sudan kiçikdir. Yəni 3 dənə mayenin içərisində sıxlığı ən böyük olan sudur. Sıxlığı ən böyük olan sudursa, deməli su hansı təbəqə olmalıdır? Su ən aşağıda olmalıdır. Su aşağıdadırsa və B də su ilə həll olursa, o zaman B-nin su ilə qarışığı olmalıdır. Həmçinin də A da suda həll olmursa, deməli su B qarışığının üst hissəsində olar. Doğru cavab D bəndi olar. 14-də D bəndi. Baxırıq 15-ə. Deyək ki, şagird kristal hidrat və qumdan ibarət qarışıqdan kristal hidratı ayırmaq istəyir. O aşağıdakı əməliyyatları yerinə yetirməlidir. Bu əməliyyatların düzgün ardıcıllığını müəyyən edin. Deməli, biz nə edərik? Birincisi, kristal hidrat və qumdan ibarət olan qarışığı suya əlavə edərik. Əlavə edib qarışdırarıq. Onun üçün də burada bizim birincisi 3 olar. Qarışığı su əlavə edib kristal hidrat tam həll olana qədər deməli qarışdırmaq. Deməli, olar bizim birincisi 3. Növbətidə olar 1. Qarışdırandan sonra süzgəc kağızından keçirərik. Süzgəc kağızında qum qalar və kristal hidrat suda həll olduğu üçün su ilə birlikdə neyiniyər? Filtrat şəklində ayrılar. Növbətidə 2-ni tətbiq eləyərik. Alınan məhlulu buxarlandırıcı qabda qızdıraraq suyun bir hissəsini kənarlaşdırarıq, yəni kristallaşdırma üsulunu tətbiq eləyərik. Biz bilirik ki, kristal hidratların suda məhlulunu kristallaşdırma üsulu ilə ayırırıq. Yəni, bu zaman qismən buxarlanma olur. Suyun müəyyən bir hissəsi buxarlanır, məhlul doymuş hala gəlir. Sonra isə nə edirik? Məhlulu soyuduruq və maddə, yəni kristal hidratlar, kristallar şəklində qabın dibinə çökər. Ən sonuncu da olar burada 4. Doğru cavab olacaqdır 15-də C bəndi. 16. Deməli, 15-də oldu C bəndi. 16-da aşağıdakı məlumatları əsasən deyir, atomların sayını hesablayın. İndi biz burada baxırıq ki, havada ən çox yayılmış ikinci qazdır, deyir XN qazı. Birincisi ən çox yayılmış qaz bizim oksigen qazıdır. Azot qazıdır, üzr istəyirəm, azot qazıdır. İkinci yayılanı isə oksigen qazıdır, 21%. Ona görə burada bizim XN olar, deməli, O2 qazı. YM qaranlıqda işıq saçan sarımsaq yeyinə malikdir. Biz bilirik ki, bu ağ fosfordan söhbət gedir, P4-dür. ZK adi şəraitdə maye halda olan qırmızı qəhvəyi rəngli qeyri-metaldır. Bəli, dərsliyimizin birinci hissəsində qeyri-metallarda bu haqda söhbət edib. Bu olar bizim bromumuz, yəni brom 2. Atomlarında cəm olar 2 üstəgələk 4 üstəgələk 2 eləyər 8. Doğru cavab A bəndidir. Gəlirik 17-yə. Bizə deməli molekullar veriblər, N2 və karbon 2H2 molekulları. Bizə deyir ki, atom sayı XX-dir. Yəni, nə başa düşürük? Hər ikisində atomların sayı bərabərdir. İndi uşaqlar, atomların sayı bərabər olması üçün
biz belə bir şey tətbiq eləyə bilərik ki, görürük ki, bizim azotda 2 atom var, karbon 2H2-də deməli 4 atom var. Yəni bu A sayıdadırsa, N2 isə 2A sayıda olan zaman, o zaman atomların sayı hər ikisindən neçə eləyər? 4A eləyər, digərində də yenə 4A sayıda eləyər. Maddələrin molekul sayı. O zaman N1 bərabərdir 2A olar, N2 bərabərdir A olar. Əgər biz N1 və N2-ni bərabərləşdiririksə, o zaman N2-ni 2-yə vuraram ki, N1-ə bərabər olsun. Yəni N1 zaten 2A-dır. N2 də A-dır. 2-yi də A-ya vuranda 2A eləyər. Deməli, doğru cavabımız burada olar B bəndi. 17-də doğru cavab B bəndidir. 18 deməli bizim burada durultma üsulumuz göstərilmişdir. Şagird laboratoriyada bir-birində həll olmayan iki mayedən X və Y-dən ibarət heterogen qarışığı ayırmaq üçün şəkildəki avadanlıqdan istifadə edir. Təcrübənin gedişatı zamanı stəkanda ilk toplanan maddə yəni burada bizim bir stəkanımız var. Bu stəkanda ilk toplanan maddəmiz deməli nə olar deyir? Y olar. Yəni burada bizim deməli Y maddəmiz olar. Aşağıdakı ifadələrdən hansılar yanlışdır? Gəlin baxaq. Bu üsul maddələrin sıxlıqları fərqli olmasına əsaslanır. Bəli, durultma üsuludur. Maddələrin sıxlıqları bir-birindən fərqli olduğu üçün təbəqələşmə yaranır. A bəndi doğrudur. Ayrıcı qıfın kranı açıldıqda stəkana ilk olaraq sıxlığı daha böyük olan maddə yığılır. Bəli, bu da doğrudur. Həqiqətən də bizim hansı maddənin, hansı mayenin sıxlığı çoxdursa o aşağıda olur və biz deməli kranı açan zaman, yəni vintimizi açan zaman stəkana ən birinci yığılan həmin maye olar. X su, Y neft ola bilər. Xeyr, bu yanlışdır. Elə doğru cavab burada C bəndi olar. Yəni Y-in sıxlığı sudan az olduğu üçün bu təbəqədə bizim neft deməli üstdə olar, neft üstdə olar, su aşağıda olar. Ona görə doğru cavab C bəndi olar. Bu ayırma üsulu emulsiya tipli qarışıqların komponentlərinə ayrılması üçün tətbiq edilir. Bəli, olar. Bir-birində həll olmayan mayələrin belə deyək, ayrılmasında tətbiq edə bilərik. Doğru cavab C bəndi. 19. Aşağıda verilənlərdən hansılar bir-birinin izotopudur? Baxırıq ki, bizim burada 3 protium və deuterium hidrogenin izotoplarıdır. Bəli, bunlar bir-birinin izotopudur. Doğru variantdır. 1 və 2, 1 oksigenin allotropik şəkil dəyişmələridir. Yəni, bunlar allotropdular. Almazla qrafit də yenə həmçinin allotropdur. Allotropiya əmələ gətirirlər. Bunlar karbonun allotropik şəkil dəyişmələridir. Ona görə 1 və 2 olmaz. Doğru cavab yalnız 3 C bəndi olar. Baxırıq burada deməli 20-ci suala. Deyir ki, eyni miqdarda karbon qazı həll edilmiş 2 eyni qablı qazlı su götürülür. A qabı, B qabı və hər birində temperatur qeyd olunubdur. Burada deyir ki, 1 saat sonra hər iki qabın qapağı açıldıqda hansı qabda fısıltı daha şiddətli fısıltı müşahidə olunur. Biz bilirik ki, qazların suda həll olması temperaturdan tərs asılıdır. Yəni, temperatur nə qədər çoxdursa, qazların həll olması deməli bir o qədər azdır. Biz bunu qazlı içkilərin, qazlı suların günəş altında saxlanması zamanı qablarının necə də şişdiyini və onun qapağını açarkən necə də qazın çıxmağa çalışdığını görmüşük. Çünki bu zaman həll olma azalır, qaz mayenin tərkibindən çıxmağa çalışır. Deməli, fısıltı, yəni burada bizim B qabında, məntiqlə düşünəndə B qabındakı deməli, qabdan daha güclü qaz çıxışı baş verər. 20 sualda doğru cavab olar
deməli, baxıram B bəndinə baxaq. B qabında çünki yüksək temperaturda qazın həll olması kəskin azalır və qapalı qabda sərbəst qazın təzyiqi artır. Bəli, doğru cavab burada B bəndi olar. A bəndi olmaz. Çünki A qabında soyuqda qazlar daha çox sıxılır. Yəni ayrıcalığı yoxdur. C bəndi hər ikisində eyni. Çünki qazın miqdarı başlanğıcda eynidir. Xeyr, burada qazın miqdarına deyil də biz həll olma miqdarına baxırıq. Hansı daha yaxşı həll olursa onda qazların çıxışı az olar. Amma hansında həll olma azalırsa qazların çıxışı daha çox olar və daha belə deyək fısıltılı olar. D bəndinə də baxaq. B qabında çünki temperatur artdıqca karbon qazının həll olması artır yazıb burada. Yanlışdır. Həll olması azalır. 21. Fosforun əmələ gətirdiyi deməli alotropik şəkilləşmələr qeyd olunmuşdur. Bizə deyir ki, doğru olan ifadələri müəyyən edin. Bizə burada lazımdır doğrular. Deməli, qara fosfor qaranlıqda işıq saçır. Yanlışdır. Ağ fosfor işıq saçır. Qırmızı fosfor suda həll olmur. Bəli. Ümumiyyətcə fosforun heç bir alotropik şəkilləşməsi suda həll olmur. Ağ fosfor zəhərli və sarımsaq iyilidir. Bəli, bu da doğrudur. Deməli, doğru cavab 2-3 olar. 22. Uyğunluğu müəyyən edin. Deməli, bu bizim yenə 7-ci sinifin 1-ci hissəsinin dərsliyində var. Bu haqda danışılır. Gəlin müəyyənləşdirək. Deməli, əhəng daşı onlar bizim çökmə süxurumuz. A bəndi. A bəndi. Sonra B bəndi obsidian onlar bizim deməli maqmatik. B bəndi maqmatik olar. Sonra C bəndi mərmər olar metamorfik. D bəndi bazalt olar maqmatik. Deməli, doğru cavab D bəndi olar. 1-ə B-dir, 2-yə C, 3-ə olacaqdır A bəndi. 23. Element atomlarının say nisbəti eyni olan maddələri müəyyən edin. Biz baxırıq ki, birincidə 2 karbonumuz var. 2 karbonumuz var. Yəni biz ardıcıllığımızı belə qursaq, karbon, hidrogen, oksigen hər birində bu şəkildə yazaq. Baxıram ki, birincidə karbon 2 dənədir. Deməli, hidrogen 4 dənədir, oksigen 2 dənədir. İkinciyə baxsaq, ikincidə karbon 1 dənədir, hidrogen 4 dənədir, oksigen yenə 1 dənədir. Üçüncüyə baxsaq, üçüncü maddəmizə, deməli, karbon 5 dənədir, hidrogen 10-dur, oksigen yenə 5-dir. Dördüncüyə baxsaq, deməli, dördüncüdə baxırıq ki, karbon 2 dənədir, hidrogen 4 dənədir, oksigen isə yenə 2 dənədir. Beşincidə baxıram ki, karbon 1 dənədir, hidrogen 2-dir, oksigen 2-dir. Baxırıq ki, bizim burada deməli, eyni olan say nisbəti və bizə burada say nisbəti ilə söhbət gedir. Uşaqlar diqqətli olmaq lazımdır ki, bəzən bizə burada kütlə nisbəti də sorsa bilər. Yəni, say nisbəti eyni olanlar bizim burada olar. Deməli, 1 deməli, eyni olanları müəyyən edin. 23-də deməli, burada olar deməli 1, 3, 1, 3, deməli, olar burada 5 şəklində. Eləmi? Doğru cavab biz diqqətlə baxaq ki, düzmü yazdıq. Dördüncüdə karbon 2 dənə, hidrogen 4 dənə, oksigen 2 dənə. Bunu düz yazdıq. 5-də karbon 1 dənə, oksigen 2 dənə, hidrogen 2 dənə. Bunu da düz yazdıq. Burada nisbətləri sadələşdirsək, nisbətlər 1-in 2-nin 1-ə olar. Yenə burada 1-in 2-nin 1-ə olar nisbətlərimiz. Yenə ixtisar getsə 1-in 2-nin deməli 1-ə olar.
Bu belə. Eyni olan maddələri müəyyən edin. 1-in 2-nin 1 olar. Deməli, eyni nisbət burada olacaqdır bizim. Deməli, 1-in 2-nin 1-ə var burada. Burada 1-in 2-nin 1-ə var. Digərində də yenə 1-in 2-nin 1-ə var. Doğru cavab olar 1, 3, 4, B bəndi. Deməli, bu üçündə nisbətlər hər birində 1-in 2-nin 1-ədir. Doğru cavabımız olar bizim burada B bəndi. 24'ə baxaq. 24'də deyir ki, katyonları müəyyən edin. Baxırıq ki, A bəndində, A ionunda elektron sayı 18, proton sayı 17'dir. Elektron sayı proton sayından çox olduğu üçün deməli mənfi yüklüdür. Yəni mənfi 1'dir. B'də baxırıq ki, elektron sayı 18, proton sayı 20'dir. Proton sayı elektron sayından çox olduğu üçün deməli müsbətdir, yəni müsbət 2'dir. C'yə baxsaq, görürük ki, yenə burada elektron sayı 18, proton sayı 16'dır. Yəni elektron sayı proton sayından çox olduğu üçün bu olacaq bizim anionumuz. Yəni mənfi 2 olar. Bizə də katyonları soruşur. Deməli yalnız B olar burada B bəndi. 24'də yalnız B olar. Növbəti 25-ci sual. Platinin zinət əşyalarının hazırlanmasında istifadə olunması onun hansı xassəsi ilə bağlıdır? Təbii ki, burada metalların, zinət əşyalarının hazırlanmasında istifadə olunması, yəni bu variant, bu testə uyğun olaraq plastikliyi götürmək olar. Yəni belə deyək, uyğun variant. Burada C bəndi uyğun gəlir. İstidən genişlənməsi bu zinət əşyaların hazırlanmasına aidiyyatı olmaz. Elektrik keçiriciliyi həmçinin, yəni bu xassəyə uyğun deyil. Sıxlığına görə burada da yenə biz burada zinət əşyalarında sıxlıqdan düzdür istifadə edə bilərik, amma bu aidiyyatı deyil. Yəni ən uyğun variant burada C bəndi olar. Düzdür, platin deyil də başqa bir belə deyək, metaldan danışsa daha doğru olardı. Çünki bəzən biz metalların zinət əşyalarında istifadə olunması tək onun özünün parlaqlığına bağlamırıq. Amma məsələn, nə cür istifadə edirik? Ərinti kimi, yəni platini hər hansı bir metalların ərintisini hazırlamaqla zinət əşyası hazırlaya bilərik. Amma bu sualda doğru cavab C bəndi veriblər. C bəndini də qəbul etmək olar. Diqqətiniz üçün sağ olun.